kitab oxuyur. Amma kitablar türkçə olur, türk dilində olur və bu heç xoş bir hal deyil. Çünki siz Azərbaycan dilində danışacaqsınızsa, Azərbaycan dilində çıxış eləyəcəksinizsə, türk dilində kitab oxumağınız sizin nitqinizə türk dilli ifadələrin gəlməsinə şərait yaradır. Və siz bir auditoriya qarşısında çıxış edərkən artıq balansı pozmuş olursunuz. Və mən auditoriyada edilən yanlışları danışanda, indi ora hələ çatmamışıq, çatanda bildirəcəm əsas gənclər auditoriya qarşısına çıxış edərkən hansı yanlışları edir və biz nələrə daha çox diqqət etməliyik. Auditoriyada çıxış edirik. Yenə dediyim kimi məkanın, zamanın heç bir önəmi yoxdur. İnsan sayının heç bir önəmi yoxdur. Amma bizim bir çıxış edən şəxs kimi hədəfimiz olmalıdır. Hədəflərimiz nədir? İlkin olaraq diqqət çəkmək. Siz auditoriyada çıxış edən bir şəxs kimi sizi dinləyən insanların diqqətini çəkməlisiniz. Bu geyimlə ola bilər, bu nitqlə ola bilər, bu hər hansısa bir slaydla ola bilər, seçdiyiniz mövzu ilə ola bilər, fərqi yoxdur. Və diqqət çəkmək üçün hansı nüanslara toxunmalıyıq, bunu da irəli zamanda sizlərlə bölüşəcəm. Baxın, özünüzü qoyun dinləyicinin yerinə. Təsəvvür edin ki, dinlədiyiniz şəxs sizə heç bir maraqlı məlumat ötürmür. Nə səs tonu, nə bədən dili, nə geyim tərzi, heç bir şey sizin zövqünüzcə deyil. Siz onu dinləyərsinizmi? Xeyr, uzaqbaşı telefonunuzla oynayacaqsınız təlim müddətində və ya başqa bir işlə məşğul olacaqsınız. Ona görə də diqqət çəkmək bizim birinci təməl planımızda olmalıdır, hədəfimizdə olmalıdır. İkinci olaraq məlumatları doğru şəkildə ünvanlamaq. Baxın, siz çıxış edən şəxsizsə hər şeyi düzgün bilirsiniz demək deyil. Bugün bir təlimçi kimi mən də yanlış məlumat verə bilərəm. Amma buna icazəmiz yoxdur. Məlumatlar doğru olmalıdır. Doğru şəkildə məlumatları ötürməliyik. Buna görə də mövzunuzu elə seçməlisiniz ki, qarşınızdakı insan sizi yanılda bilməsin və ya qarşınızdakı insan sən burada bunu səhv dedin deyə bilməsin. Hər bir nöqteyi nəzərdən mövzunuza hakim olmalısınız. Və mövzunu elə seçməlisiniz ki, onu da birazdan vurğulayacağam, auditoriyada maraq doğursun. Auditoriya sizin mövzunuzu dinləsin. Misal, bugün bura qatılan şəxslər düşünürəm ki, tutalım 50% təşəkkürnamə üçün qatılıbsa, 50% sırf auditoriya qarşısına çıxışı öyrənmək üçün qatılıb. Və bu çox sevindirici bir haldır. Çünki sizə mövzu öncədən verilib, mövzunun nə olduğunu bilirsiniz, təlimçinin adı və soyadı qeyd olunmuşdur, təlimçini araşdıra da bilərdiniz və bildiyiniz üçün bu təlimə qatılmaq məncə sizdə hər hansı bir yeniliklərə açıq olmağınıza təşviq edir. Sonra biz nəyə diqqət etməliyik? İnandırmaq. Deyək ki, bir alma gətirmişik təlimə və o alma yaşıl rəngdədir. Amma təlimçinin elə bacarığı olmalıdır ki, təlimçi desin ki, bu alma qırmızı rəngdədir və bütün dinləyicilər ona inansın. Yəni daha sadə bir dildə desək, sizin verdiyiniz bütün materiallar gerçək olsa da, olmasa da dinləyicilər sizə inanmalıdır. Və bunu da sizin səs tembriniz, sizin danışıq qabiliyyətiniz, sizin duruşunuz, sizin bədən diliniz fokuslayır. Təbii ki, təlimçilik, auditoriya qarşısında çıxış, natiq olmaq sənəti, natiq olmaq yəni, bunlar hamısı çox xırdaçıl bir şeylərdir və bunları öyrənmək üçün mütləq şəkildə natiqlik və təlimçilik dərsləri almalısınız. Misal, mənim öz natiqlik və təlimçilik tələbələrim var, kursun tələbələri. Onlar hal-hazırda təlimçi kimi fəaliyyət göstərirlər. Və onlar əvvəllər bu tip təlimlərə qoşularaq elə bilirdilər ki, hər şeyi bilirlər. Misal, bizim kursa qeydiyyata düşəndə dedilər ki, Hülya xanım, biz bu tip təlimlərə çox qoşulmuşuq. Hər şeyi bilirik, sadəcə diplom üçün gəlirik. Mən onlara bildirirdim ki, xeyr, diplom deyil, burada xırdalıqlar çoxdur. Burada incə detallar çoxdur. Və həqiqətən də onlar kurs müddətində gördülər ki, hər şey bir günlük təlimlə olmur. Misal, mən indi sizə deyirəm ki, inandırmaq və deyirəm səs temvri, bədən tonu, bədən dili daha doğrusu, eyni zamanda məlumatları düzgün seçmək. Bütün bunları deyirəm, amma xırdalıqlarını bilmirsiniz. Və mən sizə
bir günlük təlim müddətində bunların hər birini ötürə bilmərəm. Elə bir plan hazırlamışam ki, bacardığım qədər səthi olaraq hər şeyi sizə çatdırım. Amma xırdalıqlarını bilmək istəyirsinizsə, birinci çox mütaliə eləyin. İkinci olaraq bu sahə üzrə irəliləyin. Bu sahənin kurslarına qoşulun, təlimlərinə qoşulun, bu sahənin rəhbərlərindən, bu sahədə olan şəxslərdən daha çox məlumat toplamağa çalışın. Bir də hədəfinizə mütləq şəkildə ilham verici situasiyalar olsun. Yəni mən çıxdım, quru-quru danışdım, heç bir nümunə çəkmədim, heç bir şey haqqında məlumat vermədim və ya heç bir video görüntü göstərmədim və s. olmasın. İnsanlar elə bir şərait qurun ki, sizin ikinci təliminizə də qatılsın və ya hər hansısa bir el məclisində deyək, hər hansısa bir iş üçün siz çıxış edərkən yenidən sizi həvəslə qulaq asmağa çalışsınlar. Mütləq şəkildə onlara ilham verməliyik. Yəni o balansı pozmamalıyıq. Bu bizim əsas hədəflərimizdir. Daha sonra mən sizə danışmaq istəyirəm çıxış növlərindən. Biz həftə içi bir gündə olduğumuza görə istəmirəm sizin vaxtınızı çox alım. Düşünürəm ki, sabah yeni iş günü olacaq və yorğun ola bilərsiniz. Ona görə tez-tez məlumatları verməyə çalışıram. Çıxış növləri nədir? İlkin olaraq çıxış növləri sırasında məlumat verici çıxışlar var. Baxın, bugün mənim sizlərə keçdiyim təlim məlumat verici bir təlimdir. Yəni mən sizə auditoriya haqqında, auditoriyada çıxış haqqında məlumatlar verirəm. Necə davranmalısınız, nələrə diqqət etməlisiniz, necə geyinməlisiniz və s. Bunlar haqqında sizə məlumatlar ötürürəm. İkinci çıxış növü inandırıcıdır. İnandırıcı nədir? Misal deyək ki, bu daha çox bilirsiniz kimlər eləyir? Elmdə təsdiqi olmayan terapistlər. Bunlar nədir? Theta Healing terapistləri, Access Bars, NLP təlimləri. Bunların elmdə rəsmi bir yəni ki, təsdiqi yoxdur. Və bu işlə məşğul olan şəxslər əgər təlim verirsə, onlar sizi inandırmalıdır. Onlar sizi inandırmalıdır ki, sən Theta Healing təlimi alsan, yeni bir həyatın olacaq. Ya da bu təlimə qoşulsan, 3 günə maşın əldə eləyəcəksən. Çünki bu təlimlərə qatılıb xeyrini görənlər var. Amma elmdə bir təsdiqi yoxdur. Misal bir təlimçi kimi, bir psixoloq kimi mən manipulyasiyadan sizə təlim keçim. Burada inandırıcılığa ehtiyac yoxdur. Çünki manipulyasiyanın rəsmi olaraq elmdə təsdiqi var. Mənim sizə nəyisə inandırmağıma da ehtiyac qalmayacaq. Amma sırf enerji mütəxəssisləri insanlara nəyisə aşılamaq, nəyisə inandırmağa məcburdular. Çünki rəsmi olaraq göstərə bilməyəcəklər ki, bax burada bu təsdiq olunub. Onlar üçün daha çətindir təlim keçmək. Üçüncü olaraq əyləncə yönümlü təlimlər var. Bura uşaq ad günləri, el məclisləri, yəni toylar və s. Daha sonra hətta piknikdə olan təlimlər və ya hər hansısa bir düşərgədə olan, kampuslarda olan təlimlər əyləncə yönümlü təlimlərdir. Burada artıq bilirsiniz necə olur? Qaydalara əməl etmirik, qaydalara təyin etmirik, sərhədlər qoymuruq, tamamilə sərhədlərdən kənar olur. Misal, mənim sizə keçdiyim təlim əyləncəli təlim deyil. Buna görə mən nitqimə, duruşuma, çox gülməməyə diqqət etməliyəm. Yəni bu bizim qaydamızdır. Amma biz əyləncəli formatda bir təlim keçsəydik və bu təlim açıq havada olsaydı, ya da musiqili bir yerdə olsaydı, artıq heç bir qayda qanunumuz olmayacaq idi. Tamamilə sərbəst, deyə-gülə bir təlim keçə bilərdik. Yəni bir auditoriya qarşısında çıxış edə bilərdik. Sonuncu olaraq təlim növümüz təşviq edici təlimdir. Təşviq edici təlimlər nələrdir? Misal, əgər məktəb təlimlərində görmüsünüzsə, narko biznes elə bir ki, şirkətlərindən mi deyək, toplumlarından mı deyək, şəxslər gəlir və narkomanlardan necə qorunaq, narkotikdən necə qorunaq, necə özümüzü müdafiə eləyək tipli təlimlər keçirlər. Və onlar sizi nəyəsə təşviq edir. Və ya hər hansısa bir kursun rəhbərliyi gəlir. Bir müəssisəyə mi deyək, bir məktəbə mi deyək, bir başqa kursa mı deyək, əməkdaşlıq eləyirlər. Onlar öz kurslarına şagird cəlb etmək üçün, yeni üzvlər cəlb etmək üçün öz kurslarını başlayırlar tərifləməyə. Misal, siz
Bu kurslara qatılsaz, bu cür uğurlar əldə edəcəksiniz. Bizim 600-dən çox bal toplayan tələbələrimiz bunlardır və s. Bu tip danışıqlar, bu tip çıxışlar təşviq edici çıxışlardır. Yəni sizi nəyəsə yönəldir. Burada nəyinsə reklamı var. Anladınız mı? Bunlar bizim çıxış növlərimizdir. Gəldik ikinci mərhələyə. İkinci mərhələ məqsədlərimizin müəyyən edilməsidir. Məqsədlərimizi müəyyən etməyimiz üçün ilkin olaraq mövzumuzu düzgün seçməliyik. Mövzunu düzgün seçmək üçün isə hansı auditoriyada çıxış edəcəksiniz, ona baxmalısınız. Misal deyək ki, siz bir şirkət rəhbərisiniz və şirkətiniz qurulsun, tutalım internet şəbəkələri üzərindən. Siz bir rəhbər kimi çıxış edib televizordan danışa bilməzsiniz. Düzdür, internet şəbəkəsinin televizorla müəyyən bir əlaqələri var. Amma sırf televizor üzərində dayanmağınız xoş bir hal olmayacaq. İnternet şəbəkələri üzərində dayanmağınız daha doğru olacaq. Və e, burada siz nə demək istəyirsiniz? Niyə bu insanları bura yığmısınız? Niyə bu toplum buradadır? Nə üçün onlara bu məlumatları verməlisiniz? Bu haqqda birinci özünüz aydınlanmalısınız. Misal deyək ki, bugün mən sizə auditoriya qarşısında çıxış haqqında təlim keçirəm. Nə üçün bu təlimi keçirəm? Bu məlumatları nə üçün sizə ötürürəm? Bunun suallara cavabı birinci özüm verməliyəm, özüm tapmalıyam. Özüm bu təlimi başa düşməliyəm ki, sonra sizə bütün məlumatları rahatlıqla ötürə bilim. Bir də auditoriyadan necə reaksiya gözləyirik? Bunu həmişə bir plan kimi beynimizə qurmalıyıq. Baxın, təlimçiliyə yeni başlayan şəxslər və ya auditoriya qarşısına yeni çıxış edən şəxslər həmişə həyəcan balansını itirir. Həmişə düşünürlər ki, birdən məni bəyənməzlər, birdən məni alqışlamazlar, birdən mənə sual ünvanlamazlar, birdən mənə mənfi bir söz deyərlər və s. Bu tip düşüncələr olur və bu tip düşüncələrin olması çox normal haldır. İlkin olaraq özünüzə güvənməyi bacarmalısınız. Çünki təkcə auditoriyada deyil, real həyatda belə siz çölə çıxsaz, 10 nəfərdən ikisi sizi bəyənməyə bilər. 10 nəfərdən ikisi sizə xoş olmayan bir söz deyə bilər, sizinlə bağlı mənfi bir düşüncədə ola bilər. Bunlar çox normal hallardır. Bunu normal şəkildə qəbul etsəz, uğursuzluqlar sizi yerə salmayacaq, düşürməyəcək, daha da gücləndirəcək. Amma 10 nəfərdən 8-i sizi bəyənirsə, təliminizi, çıxışınızı, nitqinizi dinləyirsə, bu sizin üçün 2 qat uğurdur. Ona görə auditoriyadan nə gözləyirik? Planını hər zaman beynimizdə qurmalıyıq. Və siz auditoriyanı çox düşündükcə nitqinizi pozacaqsınız. Harda başladığınızı, harda bitirəcəyinizi, nəyin ardınca nəyə deyəcəyinizi unudacaqsınız. Bu səbəbdən etməli olduğunuz ilk şey auditoriyadan gözləntinizi minimuma endirmək və artıq o haqda düşünməməkdir. Davam edək təlimimizə. Ümid edirəm ki, sizi yormuram. Bir çıxış üçün sizin 3 planınız olmalıdır, mütləq şəkildə. Hülya xanım salam. Salam. Axşamınız xeyir olsun. Necəsiniz? Üzrlü hesab edin. Danışıq tərzinizi böldüm. Buyurun. Deməli, mən sizə Kürdəmir rayonundan qoşullar bu təlimə. Çox xoş oldu. Təşəkkür edirəm. Dediniz, əvvəlki təlimlərdə çox təəssüf ki, iştirak edə bilməmişəm. Bir çox təlimlərdə iştirak etmişəm. Yalnız təlimlərdən başqa. Müxtəlif mövzular üzrə. Yəni, burada özümdə də qeyd aparmışam dəftərimdə. Hansı mövzularda çıxış etmişəm, nələri öyrənmişəm, suallarım nə olub, onları hamısını qeyd etmişəm. Belə bir çıxış var, belə bir sualım var sizə. Auditoriyada çıxış dediniz, düzdürmü? Bəli. Auditoriyada ümumiyyətlə belə bir söz var ki, məsələn, nə qədər çox danışsan, nə qədər el misalıdır, daha doğrusu deyəcək. Nə qədər çox danışsan, qarşındakı insanı və yaxud da auditoriyada insanı yormamış olarsın. Sualım belədir. Auditoriyada çıxış konspektlə nizamlanır və yaxud da ki, seçdiyimiz mövzu üzrə məlumatlar veririk, düzdürmü? Hər hansı bir mövzu üzrə. Sualım belədir. Auditoriyada çıxış nə qədər olmalıdır? Yəni, nə qədər olsa qarşımızda insan və auditoriyada olan insanları yormarıq.
Anladım. Teşekkür ederim sualınız için. Sağ ol. Ben təlimin başında qeyd etdiyim sualları ikinci hissədə cavablayacağım. Çünki iştirakçıların fikirləri dağılmasın deyə. Amma sizə istisna bir hal olaraq cavablayayım sualınızı. Çünki ünvanladınız. Baxın, birinci mövzunuzdan asılıdır. Çünki elə mövzular var ki, hətta təlimlər 2-3 hissədən ibarət olur. Birinci mövzuya baxmalıyıq ki, mövzu nə qədərdir, yəni həcm nə qədərdir. Bir də uzun-uzadı danışıq təbii ki, auditoriyanı yorur. Qısa və net məlumatlar çatdırmalıyıq. Əsasən də nümunələr üzərində getməliyik. Amma istənilən bir təlim üçün bizə verilən icazə müddəti 30-45 dəqiqə arasıdır. 30-45 dəqiqə arası bir təlimçi danışır, yerdə qalan müddəti isə 15 dəqiqə, 20 dəqiqə iştirakçıların sualları cavablanır. Yəni rəsmi olaraq aktda verilən yəni dəqiqə budur. Ümid edirəm sizin üçün aydınlatıcı oldu. Təşəkkür edirəm bu nəticə. Xoşdur. Mən o hissələrə toxunacağam təlim müddətində, narahat olmayın. Sadəcə planlardan danışım ki, planları bilək, sonra digər hissələrə keçid eləyək. 3 planınız olmalıdır. Baxın, hara gedəcəyimizi bilmirik, başımıza nə gələcəyi bilmir. Məsələn, bu dəqiqə mən Zoom-da təlim keçirəm, 5 dəqiqə sonra şəbəkə itə bilər, hər hansısa bir problemlə qarşılaşa bilərik, elektrik gedə bilər və mən bu təlimi bir şəkildə sona çatdırmalıyam. Ona görə bizim 3 planımız olmalıdır. A planımız nədir? Təlimə son dərəcə hazırlıqlı gedirik. Bütün materialımızı əzbər bilməliyik. Hətta Eriksonun belə bir sözü var təlimlər haqqında. Deyir ki, təlimçi təlimini elə bilməlidir ki, gecə saat 3-də 4-də onu yuxudan oyadanda, o təlim haqqında ona bir sual verəndə, o yuxulu-yuxulu təlimin sualına cavab verməyi bacarsın. Yəni siz təlimin hər nöqtəsini əzbər bilməlisiniz, yəni mövzunuzun. Deyək ki, siz hazırlıqlı getdiniz və təliminizi bilirsiniz, özünüzlə slayd aparmısınız və slaydınızdan danışacaqsınız və birdən dedilər ki, məsələn, deyək ki, Asan Xidmətdə təlimə getmisiniz. Çünki mən tez-tez gedirəm Asan Xidmətdə təlimlərə, dost mərkəzinə təlimə və s. Bizə deyirlər ki, slaydı qoşa bilmirik, təəssüflər olsun ki, alınmır. Mən heç vaxt deyə bilmərəm, necə yəni mən slayd hazırlamışam, mən mütləq şəkildə bu slayd üzərindən çıxış etməliyəm. Mən avtomatik B planına keçirəm. Heç bir problem yoxdur. Mənə bir lövhə və ya bir vərəq gətirə bilərsinizmi? Bu mənim B planımdır. Çünki slaydımda nələr qeyd etdiyimi bilməliyəm. Əzbər şəkildə bilməliyəm ki, gətirəcəkləri lövhəyə və ya vərəqə orada olan materialları qeyd eləyə bilim. Və B planı olaraq təlimi o yöndə davam etdirirəm. Yəni mən deyə bilmirəm ki, üzrlü sayın, mən hazırlaşmışdım slayd üzrə və slaydım yoxdur, mən heç nə bilmirəm. Ona görə bugün təlim keçmirik. Xeyr, bu professional bir təlimçinin eləyə biləcəyi bir şey deyil. Və ya professional bir çıxışçı olsun, heç təlimçi olmasın, siz bunu eləyə bilməzsiniz. Bu birbaşa etikadan kənar bir qaydadır. Ona görə B planınızı keçirsiniz. Deyək ki, həmin təşkilatçılar deyir ki, Hülya xanım çox üzrlü sayın, bizdə nə vərəq var, nə qələm var, nə lövhə var, heç nə yoxdur, səhradayıq. Və biz nə deyirik, nə edirik? Auditoriyadan kömək istəyirik. Bu bizim olur C planımız. Deyək ki, bədən dili üzrə bir təlim keçirsiniz. Əlinizdə bir material yoxdur, bir lövhə yoxdur, bir vərəq yoxdur, bir marker yoxdur, heç nə yoxdur. Bir iştirakçı dəvət edirsiniz, xanım və ya bəy. Onu yanınıza çağırırsınız. Bədən dilində hansı qaydalara diqqət yetirmək lazımdır, hansı toxunuşlar etmək lazımdır, necə durmaq lazımdır, əl hərəkətlərimiz necə olmalıdırsa, o iştirakçının üzərində göstərirsiniz. Bir şəkildə bu təlimi sonlandırmaq lazımdır. Yəni, mənim əlimdə heç bir material yoxdur və mən təlim keçə bilməyəcəm demək olmaz. Gəlin öz üzərimizdə nümunə çəkək. Mən hal-hazırda sizə təlim keçirəm. 5 dəqiqə sonra elektrik gedir və mən bu təlimi görüntülü formada davam etdirə bilmirəm. Təşkilatçımızdan rica edirəm, bir qrup yaradır bizim üçün. Bu mənim B planımdır və qrup üzərindən sizə təlim keçirəm. Bir səs atıram sizə və ya WhatsApp üzərindən görüntülü danışmağa başlayırıq. Deyək ki, bizim təşkilatçımız deyir ki, Hülya xanım, biz qrup yarada bilmərik, sizin 15 dəqiqəlik, 20 dəqiqəlik səsinizi qrupa ata bilmərik və mən avtomatik keçirəm C planına. Bir PDF hazırlayıram,
Orada auditoriyanın çıxış qaydalarını yazıram və o PDF-i sizə göndərirəm. Hər hansısa bir şəkildə o təlimi sona çatdırmağa çalışıram. Effektiv yolları mütləq şəkildə tapmaq lazımdır. Bu bizim əsas ilk 3 planımız. Sonra auditoriya analizi bizim üçün çox önəmlidir. Mən adətən onlayn təlimlər deməyək də, əyani təlimlərə getdiyim zaman mütləq şəkildə yaş sferasını və ya orada qadınların və ya kişilərin üstünlük təşkil etdiyini bilməliyəm. Çünki seçdiyimiz mövzu, nitqimiz, geyim tərzimiz onlara uyğun olmalıdır. Siz tutalım deyək ki, bir məktəbdə çıxışa gedirsiniz və ya ali təhsil ocağında çıxışa gedirsiniz. Tam Həmkarlar İttifaqının işçisiniz, üzvüsüz və gedib Bakı Dövlət Universitetində çıxış etməlisiniz. Ora bir şam yeməyi libasında getməyiniz heç doğru olmaz. Və ya tələbələrə gedib hər hansısa bir qanun məcəlləsindən danışmağınız doğru olmaz. Mütləq şəkildə yaş sferasını, cins sferasını və məkanı bilməyiniz önəmlidir. Hətta mənim onlayn təlimlərimdə elə mövzular var ki, təşkilatçılar o mövzuları bilir. Mən mütləq şəkildə orada soruşuram. Bu mövzunu seçirsinizsə, yaş sferasına diqqət yetirmək lazımdır. Məsələn, 18 yaşdan aşağı şəxslər bu təlimə icazə verməyin girsinlər, daxil olsunlar. Çünki orada elə bir mövzulara toxunuruq ki, onlar üçün depressiv hal yaşada bilər, onlarda şəxsiyyət pozuntusu yaşada bilər, onların etik qrupuna aid olmaya bilər. Ona görə hər danışdığınız cümləyə, mütləq şəkildə hər dediyiniz sözə diqqət yetirməlisiniz və geyim tərziniz də burada öz sözünü deməlidir. Gəldiyi materialların hazırlanmasına və sizin çıxışın necə davam edəcəyinə, çıxışa başlamazdan öncə özünüzü təqdim etməlisiniz, özünüz haqda, çıxışınızın gedişatı haqda məlumat verməlisiniz. Misal, mən təlimin başında qeyd etdim ki, vaxtınızı çox almamağa çalışacağam və təlimimiz 2 hissədən ibarət olacaq. Birinci hissə məlumat xarakterli, ikinci hissə sual-cavab xarakterli. Artıq mənim təlimdə məni dinləyən şəxslər bildi ki, suallar axırda verilməlidir. Yəni, suallarını qeyd edənlər var, aralarında və ya yadda saxlayanlar var. Çünki mənim xoşum gəlmir. Bir nəfər sual verir və digəri onun fikrini dağıdır. Kimisə fikrini dağıdırıq, mənim nitqim bölünür. İstəyirəm bütün təlim sona çatsın, sonra artıq hər kəs suallarını rahat-rahat ünvanlasın. Amma elə təlimçilər, elə çıxışçılar var ki, daha hiperaktiv təlim keçirirlər və sual verirlər, cavab verirlər, ünvanlayırlar, bir-birləri ilə danışırlar. Onu mənim çox sferamda olmayan bir şeydir. Mütləq şəkildə siz giriş hissəni özünüzü təqdim etməklə və öz prinsiplərinizi qeyd etməklə başlamalısınız. İkinci hissədə isə mövzunuz haqqında məlumat verməlisiniz və mövzunuza necə davam edəcəyinizi bildirməlisiniz. Slayd üzərindənmi, nitq üzərindənmi, suallar üzərindənmi və ya hər hansısa bir videolar üzərindənmi davam etməyinizi şəxslərə, dinləyicilərə bildirməlisiniz. Sonda isə ümumiləşdirmə, sağollaşma, daha doğrusu suallara cavab vermək və təşəkkür edib sağollaşma mərhələsi olmalıdır. Çünki mən bir çox çıxışçıda görmüşəm ki, təşəkkür edirlər, amma auditoriya ilə sağollaşmırlar. Çıxıb gedirlər və ya Zoom-u söndürürlər. Bu da heç etik bir hal deyil. Gəldiyi çıxış məşqlərinin düzgün aparılmasına tələbələrim deyir ki, bizi nə zaman təlimlərə çıxardacaqsınız, biz nə zaman auditoriya qarşısında çıxış edəcəyik. İlk gündən bunu heç kim şərait yarada bilməz. Yəni, mən özüm belə təlimçilik kursu aldığım dövrlərdə, yəni 15-16 yaşımda gedib birincidən auditoriya qarşısına çıxmamışam. Birinci məşqləriniz güzgü məşqi olmalıdır. Siz çox kiçik bir çıxış da eləyə bilərsiniz, amma güzgü qarşısında o çıxışı öz-özünüzə danışmaq mütləq şərtdir. İkinci çıxışınız isə ev xalqına ola bilər və ya hər hansısa bir oyuncaqlara ola bilər, hər hansısa bir əşyaya çıxış ola bilər və ya öz xəyali gücünüzlə, təxəyyülünüzlə bir auditoriya canlandırıb orada çıxış eləyə bilərsiniz. Məsələn, mənə sual ünvanlayır tələbələr, deyir ki, siz özünüz necə çıxışlara başlamısınız? Mən güzgü qarşısında çıxışda həmişə çaşırdım. Özümə baxa-baxa hansı cümlədən sonra nəyi deyəcəyimi,
və ya nitqimi necə davam etdirəcəyimi bilmirdim. 16 yaşım var idi çünki. Mən nə etdim? Mişqalar yığdım divanın üzərinə. Bir il boyunca o mişqalara təlimlər keçməyə başladım. Təbii ki, professional deyildi. Təbii ki, o təlimlərdə mövzular çox dərinləməsinə işləmirdi. Amma ən azından o həyəcanımı, insanlar qarşısında çıxışımı bərpa edə bilmişdim. Artıq bir auditoriyaya çıxanda həyəcanlanmırdım və insanlar mənə sual verərkən, dinləyicilər mənə sual verərkən çox rahatlıqla cavab verirdim. Çünki o oyuncaqların mənə çox köməyi olmuşdu. Və sonra biz nələr etməliyik? Dost və dinləyicini ayırmağı aradan qaldırmalıyıq. Baxın, mənim təlimimə öz üzərimdən nümunə verim. Bir əyani təlim keçirirəm, canlı bir təlim keçirirəm. Siz gəlmisiniz hər biriniz ora və bir masada mənim iki dostum əyləşib. Təlim müddətində mən sizə deyil də, davamlı dostlarıma fokuslanaraq, onlara təbəssüm edərək, onlara baxaraq təlimi keçsəm, bu sizə etik cəhətdən mənfi təsir eləyəcək. Deyəcəksiniz ki, nə üçün təlimçi heç bizə baxmadı təlim müddəti? Yalnız o iki şəxsə baxdı. Çünki o iki şəxs mənim dostumdur. Çıxışda bu mənfi haldır. Təkcə dostum olduğu üçün baxmaya bilərəm. Tanıdığım bir şəxs olduğu üçün və həyəcanlanmamaq üçün də baxa bilərəm. Yenə bu xoş bir hal deyil. Ümumiyyətlə, çıxış edirsinizsə, nitq sizdədirsə, bütün auditoriya ilə göz kontaktında olmalısınız. Bütün auditoriyaya baxmalısınız. Ən azından əyləşən hər bir şəxslə bir dəfə göz-gözə gəlməlisiniz. Bu həm fikrim səndədir, səni burada görürəm mənasını verir. Həm də zəhmət olmasa məni dinlə, mən danışıram mənasını verir. Yəni ikili olaraq biz insanları manipulyasiya etmiş oluruq və bu çox gözəl bir haldır və təlimçiliyin ilkin qaydasıdır. Son olaraq isə timerla idarə etmək, bayaq bəyin verdiyi sual. Baxın, təlimlərdə ən mənfi cəhət təkrarçılığa getməkdir. Bir mövzu haqqında davamlı dönüb dolaşıb danışmaqdır. Bir cümləni davamlı təkrar etməkdir və uzunçuluğa yol verməkdir. Mən uzun-uzun danışacağam, mən çoxlu nümunələr çəkəcəm, mən saatlarla danışacağam və bu çox gözəl bir təlim olacaq. Hər kəs məni çox bəyənəcək deyə bir şey yoxdur. Önəmli olan təlimin məqsədi nədir? Çıxışın məqsədi nədir? İnsanlara nəyisə ötürmək, insanlara nəyinsə məlumatını vermək. Siz cədvəl hazırlayırsınız, plan qurursunuz və o materialları ötürürsünüz qısa şəkildə. Yox, əgər siz kurs keçirsinizsə, müəllim kimi artıq orada çıxış edirsinizsə, bəli, uzun-uzadı danışa bilərsiniz, hər xırdalığa toxuna bilərsiniz. Amma çıxış zamanı mümkün deyil uzun-uzadı danışmaq. Və dediyim kimi, bizə verilən vaxt 35-45 dəqiqə, 30-40 dəqiqə arasıdır. Yerdə qalan müddəti isə biz sual-cavabla məşğul olmalıyıq. Amma elə təlimlər var ki, o təlimlərə 6 saat, 8 saat biz vaxt ayırırıq və o təlimlərdə mütləq şəkildə coffee break time'lar olur, fasilələr olur. O təlimlər 2-3 gün keçirilir. Bunlar da iştirakçılara öncədən məlumat şəklində çatdırılır. Yenə də bu təlimlərdə belə biz uzun-uzadı danışmamalıyıq. Misal, mənim mövzum bu qələmdirsə və ya bu dəftərdən ibarətdirsə, qısa şəkildə məlumat verməliyəm. Çəhrayıdır, yazı yazır, elə də böyük bir qələm deyil deməliyəm. Amma baxın, üzərində necə xırda işləmələr var. Mən bu qələmi 5 manata almışdım və ya bu qələmlə 10 ildir yazı yazıram deməyə ehtiyac yoxdur. Çünki bu təlimdir. Bu bir kurs deyil. Bu bir dərs deyil ki, mən sizə çox uzun-uzadı məlumat verim. Və əgər bura qədər hər şey aydındırsa, davam edək. Aydın deyilsə, suallarınızı bir kənara yazın, zəhmət olmasa. Təlim sonunda hər birini cavablayacağam. Çıxış zamanı biz bəzi etik məsələlərə diqqət etməliyik ki, bunlar çox önəmlidir. Birincisi bədən dilidir. Bədən dilində nəyə diqqət edəcəyik? Çox əl-qol hərəkəti və auditoriyada çox gəzmək olmaz. Mən indi gəzmirəm və əl-qol hərəkətini bacardıqca idarə etməyə çalışıram. Ümumiyyətlə, bədən dili kurslarına qatılmısınızsa, bilməlisiniz ki, bədən dilimizi idarə edən bizim öz funksional beynimiz deyil,
limbik beynimizdir. Və limbik beyin bədən dilini idarə edərkən soruşmur, hal-hazırda sənin əlini hərəkət etdirim yoxsa etdirməyim. Öz-özünə o elə bir siqnal ötürür ki, sizin qolunuz hərəkət edir. Elə bir siqnal ötürür ki, sizin mimikalarınız dəyişir. Elə bir siqnal ötürür ki, siz auditoriyada gəzirsiniz. Amma fərqində deyilsiniz ki, mən auditoriyada gəzirəm. Və təlimçilər bədən dilini yaxşı bildikləri zaman və çıxış edən şəxs də bədən dilini gözəl bildiyi zaman artıq özünü idarə etməyi bacarır. Artıq əl-qol hərəkətlərini, jest və mimikalarını müəyyən bir sərhədə almağa çalışır. Birinci buna diqqət yetirmək lazımdır. İkinci olaraq təbəssümdə olmalısınız. İnsanlar sizə baxarkən, sizi dinləyərkən zövq almalıdır. Təbəssüm deyərkən səsli şəkildə gülmək və ya bütün Colgate reklamlarındakı kimi gülüşümüzü çöldə qoymaq nəzərdə tutulmur. Sadəcə üzünüzdə və göz içinizdə olan təbəssümü insanlara ötürməyiniz önəmli və vacib şərtlərdən biridir. Daha sonra duruşumuz çox önəmlidir. Bacardığımız qədər dik durmalıyıq. Çiyin hizası aşağıda olmalı deyil. Başımız dik olmalıdır. Belimiz dik olmalıdır mütləq şəkildə. Gəzərkən incə addımlarla gəzməliyik. Sizin bəy və ya xanım olmağınızın heç bir aidiyyatı yoxdur. Bu bədən dili qaydalarına mütləq şəkildə tabe olmalısınız. Sonra səs tonu və danışıq sürətindən danışmaq istəyirəm. Nitqiniz orta sürətli olmalıdır. İnsanların başa düşəcəyi bir sürəti seçməlisiniz. Çox yavaş nitq də olmaz, çox sürətli nitq də olmaz. Sizin bir cümlənizi auditoriyada ən azından 5 nəfər başa düşməlidir ki, hal-hazırda nəyə toxundunuz, nədən danışdınız. Səs tembriniz düzdür, bu bizdən çox asılı olan bir şey deyil və hər kəs bizim səs tembrimizi sevmə məcburiyyətində deyil. Bacardıqca səs tembrinizi xoş saxlamağa çalışın. Ən azından auditoriyanın 50%-i sizin nitqinizi, sizin səs tonunuzu sevsin. Və mən məsəl üçün deyirəm ki, bəzən məşqlər zamanı, yəni təlimçilik natiqlik kursunda məşqlər etdiyimiz zaman tələbəyə deyirəm basa qalx. Mən basa qalx dedikdə o qışqırır. Qışqırmağa ehtiyac yoxdur. Sadəcə bəzi nüanslarda auditoriya sizə fokuslansın deyə daha qalın danışmalıyıq. Daha da basa-basa danışmalıyıq. Amma hər zamanmı o şəkildə danışacağıq? Xeyr. Normal davam edirik, amma bəzi hissələrdə intonasiya qaydalarına diqqət yetirməliyik ki, auditoriya bizə fokuslanmağı bacarsın. Sonra pauzalarımız olmalıdır. Mən davamlı danışım gedim, nəfəs almayım, təngi nəfəs qalım, auditoriya məni dinləsin? Xeyr. Ara sıra bir neçə saniyəlik dayanıb nəfəsinizi dərə bilərsiniz, su içə bilərsiniz, çay içə bilərsiniz. Bu etik çərçivədə olan bir şeylərdir. Yəni etikadan kənar hal deyil. Sadəcə auditoriyadan üzr istəmək və onlara açıqlama verməniz yetərli olacaqdır. Misal, üzrlə hesab edin təlimi bölürəm. Bir stəkan su içməyi sizdən rica edirəm. Bu qədər. Bir cümlə deməyiniz yetərli olacaqdır. Və cümlələriniz çox aydın olmalıdır. Aydın cümlələr qurmalısınız ki, yaş həddindən asılı olmayaraq auditoriya sizi başa düşməyi bacarsın. Və mütləq şəkildə əlimizdə materiallar olmalıdır. Video görüntülər, slaydlar və ya siz sadəcə səs, yəni ki, hal-hazırda mən heç bir vizual materialdan istifadə etmirəm Zoom proqramında olduğumuz üçün. Düzdür, biz Zoom-a videolar yükləyə bilərik, amma düşünürəm ki, şəbəkələrdə problem yarana bilər deyə çox da ehtiyac görmürəm. Amma materiallarınız o qədər dolğun olmalıdır ki, o qədər incə detallara toxunmalısınız ki, səthi olaraq təbii ki, insanlar sizin nə danışdığınızı başa düşməlidir və sizi dinləməyə davam etməlidirlər. Davam edək. Ümid edirəm ki, hələ də yorulmamısınız. Çox az qalıb, narahat olmayın. Gəldik əsas məsələ, stres və həyəcanla başa çıxmanın yolları. Baxın, mən özüm sosial şəbəkələrdə belə mövzular görürəm ki, bu kursa, bu təlimə qatılsa, stresdən tam azad olacaqsınız, həyəcandan tam azad olacaqsınız, artıq heç vaxt həyəcanlanmayacaqsınız və s. kimi başlıqlar görürəm. Əziz xanımlar və bəylər, bu başlıqlara inanmayın. Bunlar mifdir.
Çünki siz robot deyilsiniz, bunu yadda saxlayın. Siz insansınız və sizin hissləriniz, duyğunuz və qavrayışınız var. Siz həyəcanlana bilərsiniz, siz ağlaya bilərsiniz, siz stres yaşaya bilərsiniz. Misal, mənim hal-hazırda şarjım sıfıra ensə, təlim müddətində mən kiçik bir stres yaşayacağam ki, mənim dinləyicilərim qalıb bir tərəfdə və mənim şarjım bitib. Bu mənim psixoloq olmağımla heç bir aidiyyatı yoxdur. Misal, 2 həftə öncə mən ana oldum. Bu səbəbdən təlimlərimə ara vermişdim. Bu 2 həftə təbii ki, mənim üçün stresli keçdi. Çünki yeni bir üzvlə tanış olduq, yeni bir şəxs bizim ailəyə qatıldı və onunla münasibətdə olmaq, onu tanımaq mənə stres yaşatdı bəzi nüanslarda. Amma bunlarla başa çıxmaq çox asandır. Stresinizi idarə etmək çox asandır. İdarə etmək, sıfırlamaq yox, heç vaxt sıfırlanmayacaq, əmin ola bilərsiniz. Mənim indi sizə deyəcəyim taktikalar təkcə çıxış üçün yox, günlük həyatınız üçün də çox önəmlidir, yəni qeyd edə bilərsiniz. İlkin olaraq, stresinizi idarə etmək istəyirsinizsə, hər şey buradadır. Buranı pozitiv saxlasaz, həyəcan və stresə qarşı gələ biləcəksiniz. İstənilən, məsələn, mənə deyirlər ki, mən yaxşı düşünürəm, pis olur, pis düşünürəm, yaxşı olur. Siz şuuraltı buna özünüzü inandırmalısınız. Bu inandırmısınız daha doğrusu. Bu düşüncələrdən azad olmaq üçün psixoloji seanslara qatıla bilərsiniz. Və bunların həlli çox asandır. Bir neçə psixoloji seansa siz bunları həll edə bilirsiniz, öhdəsindən gələ bilirsiniz. Birinci, bu şuuraltını biz pozitiv saxlamalıyıq. Davamlı hər bir şeyin yaxşı olacağını düşünməliyik. Ən çətin anda belə. Deyək ki, siz ən sevdiyiniz, sizə uğur gətirən bir əşyanı itirmisiniz və çox önəmli bir görüşünüz var. Yenə də pozitivə köklənin. Bilin ki, sonda hər bir şey xeyrə olacaq. İkinci olaraq nəyə diqqət etməlisiniz? Nəfəs texnikalarına. Nəfəs texnikaları bütün sferada olan insanlar üçün çox önəmli faktordur. Baxın, meditasiya ilə məşğul olanlar, biznesmenlər, psixoloji seanslara gələnlər, psixoloqlar, psixiatrlar, həkimlər, hər bir kəs bu nəfəs texnikalarından istifadə edir. Ən gözəl nəfəs texnikası isə 4-6-8 texnikasıdır. Bunu qeyd eləyin. Bu bəzi yerlərdə 4-6-8, bəzi yerlərdə 4-7-8 başlığındadır. Bütün hər yerdə bu texnika haqqında məlumat var. Qeyd eləyib öz üzərinizdə tətbiq eləyə bilərsiniz. Heç bir zərəri yoxdur, əksinə xeyrini görəcəksiniz. Amma ilk başda etdiyiniz zaman baş ağrısı, gərginlik, qusma halları ola bilər. Narahat olmayın. Sonradan düzələcək. Bir də başladığınız zaman gecə saatlarında başlamağınız, yatmazdan öncə öz yatağınızda etməyiniz daha çox məsləhətdir. Sonra isə günlük həyat tərzinizə çevirərək davam etdirə bilərsiniz. Bir də stres və həyəcanla mübarizə aparmağın ən gözəl yolu kiçik auditoriya ilə başlamaqdır və gündəndiyiniz auditoriya ilə başlamaqdır. Baxın, deməli, necə? Elə şəxs var ki, baxıram, tələbədir. Deyir ki, mən universitetdə dərs danışarkən, auditoriya qarşısına çıxarkən çox həyəcanlanıram və dərsi unuduram. Siz avtomatik təbii ki, dərsi öyrənib gedib qrup yoldaşlarınızın qarşısında çıxış etsiniz, həyəcanlana bilərsiniz. Bu normaldır. Mənim də başıma gəlib tələbəlik dönəmlərimdə. Bunun üçün mütləq şəkildə kiçik auditoriyanız olmalıdır. Məsələn, bayaq qeyd etdiyim kimi, oyuncaqlarınızın qarşısına çıxış eləyə bilərsiniz, 2 yaxın dostunuzu çağırıb çıxış eləyə bilərsiniz, ailə üzvlərinizin qarşısında çıxış eləyə bilərsiniz. Yəni, bu sizə daha pozitiv bir anlam yükləyəcək və həyəcanı idarə etməyə başlayacaqsınız. Həyəcanı idarə etməyin başqa yollarından biri də təbii ki, burada özünə inam, özünə güvən və s. var, amma bunlar hər bir kəsdə balanslı olmur. Bunun üçün psixoloji seanslara ehtiyac var. Bol-bol su içmək. Baxın, təlimdən öncə, təlimdən sonra, yəni çıxışınızdan öncə və ya sonra, ya da hər hansısa bir görüşə getməzdən öncə və ya kiminləsə danışmazdan öncə soyuq yox, sadəcə sərin bir stəkan su içməyiniz sizdə həyəcan balansını qorumağa, stressdən uzaq durmağa çox kömək eləyəcək. Kiçik bir detalı sizə izah eləmək istəyirəm. Adi sadə su həyəcan balansını normallaşdırır. Bir neçə damcı limonlu su stressi azaldır. Yəni buna diqqət eləyə bilərsiniz.
Ama tabii ki təzyiq probleminiz varsa limonlu su içmeyin. Sonra deyirsiniz ki Hülya xanım dedi ve təzyiqim daha da aşağı düşdü. Son olaraq sizə auditoriyanı idarə etmək qaydalarından danışım və bununla da mən öz nitqimi yekunlaşdıracağım, çünki artıq 45 dəqiqəni tamamladım. E, Deməli, auditoriyada hər kəs sizi dinləyəcək deyə bir şey yoxdur. Misal deyək ki, hal-hazırda bizim təlimimizdə 50 nəfər şəxs var və hər kəs məni dinləyir, məcburiyyəti yoxdur. Və ya bu təlim canlı bir təlimdir. Görürəm ki, təlimə qatılan şəxslər telefonla oynayır, məni dinləmir. Bu mənim günahım olmaya bilər. Həmin şəxsin etikadan kənar davranışı da ola bilər. Biz mütləq şəkildə ona bizi dinləməsini tələb etməliyik. Rica etməliyik ki, zəhmət olmasa məni dinlə. Və ya auditoriyada ilk başda çıxışımızdan öncə telefonların səssizə alınmasını, telefonların söndürülməsini rica etməliyik. Auditoriya idarə etməkdə başqa səbəblərdən biri, yəni təkliflərdən biri də budur ki, siz daha hündür, insanların sizi görə biləcəyi bir yerdə danışmalısınız. O zaman daha rahat olacaq onların sizi dinləməsi, onları idarə etməyiniz, sizin onları daha yaxşı bir şəkildə görməyiniz. Üçüncü olaraq nəyə diqqət yetirməlisiniz? Üçüncü olaraq sizə mövzudan kənar suallar ünvanlana bilər. Məsələn, şəxsi həyatınızla bağlı suallar ünvanlana bilər. Hazırlıqsız olduğunuz bir yerdən sual ünvanlana bilər. Bu zaman özünüzü qəti şəkildə itirmirsiniz. Sadəcə açıq, dürüst olmaq lazımdır. Bildirirsiniz ki, bu mənim mövzuma uyğun bir sual deyil. Zəhmət olmasa başqa bir təlimdə bu sualı cavablayaram ya da sırf bu mövzu üzrə bir təlim keçirə bilərik. O təlimdə gəlib iştirak eləyə bilərsiniz və sizin bu sualınızı həmin təlimdə cevablaya bilərəm. Yəni özünüzü itirməyinizə, duyğusal olmağınıza, ağlamağınıza heç bir ehtiyac yoxdur. Bir də təlimdə insanları sakinləşdirmək istəyirsinizsə, onlara xoş bir əhval qatmaq istəyirsinizsə, özünüz pozitiv olmalısınız. Əgər siz yorğunsunuzsa, siz pozitiv deyilsinizsə, qarşınızdakı insandan da bunu gözləməyin. Çünki enerji balansı deyə bir şey var və mən buna çox inanıram. Bu da hər yerdə özünü göstərir. Son cümləmi demək istəyirəm. Geyimdə çox diqqətli olmalıyıq. Aşırı rəngli geyimlər, çox iri aksesuarlar, çox qabarıq saç düzümləri, çox ağır makyajlar olmaz. Bəylər çox dar geyinə bilməzlər, dar şalvarlar, dar köynəklər olmaz. Səs çıxaran ayaqqabılardan uzaq durmalıyıq. Əgər hündür daban bir ayaqqabı geyinmisinizsə, çox yavaş gəzməlisiniz. Qırmızı dodaq boyası, çox uzun dırnaqlar və s. təlimə uyğun deyil. Daha sadə, daha klassik, çox qısa geyimlər olmaz, daha dizaltı geyimlər və ya diz üstü geyimlər olar, amma çox, yəni kiçik fasilə ilə. Bu qədər. Mənim qeyd etmək istədiklərim bu qədər idi. Əsas bizim çıxış qaydalarımız bunlardır. Bunlara diqqət etməyiniz sizin üçün hələ ki yetərlidir. Əgər bir təlimçi olmaq istəyirsinizsə, daha böyük auditoriyalarda çıxış etmək istəyirsinizsə, mütləq şəkildə natiqlik təlimli kurslarına qatılın. İstədiyiniz yerdə heç bir fərqi yoxdur. Ümid edirəm sizləri çox yormadım. Ümid edirəm ki, maraqlı bir təlim oldu sizlər üçün. İndi isə suallara başlayaq. Sadəcə mən elə bil ki, təşkilatçıdan xahiş eləyəcəm ki, mənim üçün sualları chat bölməsindən oxusun. Çünki chat bölməsi məndə açılmayacaq hal-hazırda. Bir sualım var idi sizə Hülya xanım. Buyurun. Onun ilə bağlı. İlk öncə Allah saxlasın, salam versin. Çox sağ olun, minnətdaram. Deməli, bayaqlar siz qaydaları dediniz ki, beyni pozitiv saxla, nəfəs texnikası da hamısını qeyd etmiş. Sadəcə belə bir sualım var. Auditoriyada çıxış etdiyimiz zaman əsas diqqət etdiyimiz məqamlardan da biri, yəqin ki, razılaşarsınız, kütlə haqqında məlumat toplamalıyıq. Bəli, bəli. Yəni orada müxtəlif iş adamları ola bilər, sadə vətəndaşlar ola bilər, tələbələr ola bilər. Bayaq siz üzr istəyirəm ifadəmə görə dediniz ki, məsələn kiçik auditoriyada çıxış, düzdürmü? Çıxış auditoriyada çıxış dedikdə say etibarən nə qədər nəzərdə tutulur? 50-100 nəfər yoxsa 25-30 nəfər? Yəni say hesabı varmı? Kiçik auditoriyalarda? Bəli, bəli, bəli.
Kiçik auditoriyalar 30 nəfərə qədər olan auditoriyalardır. Amma bir nəfər belə varsa, o artıq auditoriya adlanır. Aha. Bir nəfər də varsa, auditoriya adlanır. Bəli, Ee, 1-30 bir, aralığı kiçik auditoriyalardır. aha. Bir də belə bir şey, yəni araşdırıram özüm üçün. Hı Deyir ki, məsələn ki, auditoriyada çıxış etmək üçün həyəcanlanırsan. Elə fikirləşin ki, qarşınızda dostunuzla söhbət edirsiniz. hı, bəli, Ee, Bu düzdür. bu üsul sizə görə faydalıdırmı? Yəni siz bu üsulu sınamısınızmı tələbə olan vaxt? Mən sınadım, amma özüm üçün xeyrini Bəli, görmədim. Təbii ki, tələbələrimə bunu önərirəm. Nə üçün xeyrini görmədim? Baxın, biz dostlarımızla səmimi ortam yaradırıq, düzdür? Amma bəli, bu mövzu haqqında çıxış edərkən siz bayaq qeyd etdiniz, orada iş adamları ola bilər. Orada bəli, bizdən yaşca böyük, vəzifəcə böyük şəxslər ola bilər və mən onu bəli. dostum kimi görəndə, o səmimi ortamı yaradanda biraz etik qaydadan çıxmış oluram. Aha, Bu səbəbdən mən o texnika ilə işləmirəm. Amma tələbələrimə təbii ki, önərirəm, çünki onlara rahat ola bilər. aha. Bir də belə bir sualım var idi ki, üzr istəyirəm vaxtınızı Xoşdur bu. alıram. Xoş. Dediniz ki, məsələn, auditoriyada biraz çıxış edən zaman ciddi olmaq lazımdır. Düzdürmü? Ciddi çıxışlar etmək lazımdır. Yəni biraz gülmək, müəyyən Təbəssüm olmalıdır. bəli, Təbəssüm bəli. olmalıdır. Səmimi, Təbəssüm amma çox yox. aha, təbəssüm olmalıdır. Mən sizinlə razıyam. Hı -hı. Sadəcə sualım belədir. Əgər həmin insan, məsələn, təlimçi deyir, getmiş təlim istəyir onlayn, istəyir və yaxud da belə çıxış seminarlar. Həmin Bəli. insandan biz faydalı olaraq bizdən həmin insandan bizə mənfi enerji gəlir. Təlimçidir, əla, öz işinin peşəkarıdır, sadəcə olaraq mənfi enerji gəlir. Hı -hı. Biz həmin təlimçiyə, yəni xətrinə dəymədən, incitmədən ona necə başa sala bilərik ki, ay xanım və yaxud ay qardaş, bu işsizlik deyil, yəni təlimçilik işi, yəni bu sferaya belə də hər bir sferada necə başa salım, yəni necə başa salım. Yəni elə belə gələn insanlar var da, yəni Hər təsadüfən işimiz gələn ısrar insanlar. var deyirsiniz. Bəli, təsadüfən gələn insanlar var. Məsələn, Hı bir -hı. az çox doğru dediniz ki, yəni təlimçi məsələn anlayışı olmalıdır, texnikadır, bədən dilidir, bunlar. Yəni onu bilməyən insanlar da var da, yəni təlimçilər də var, amma özü təlimçidir. Hı Biz bu -hı. düzgün təlimçini biz necə seçməliyik? Baxın, biz təlimçiyə heç bir şey deyə bilmərik bir dinləyici kimi. Aha, Sadəcə özünüz qərar verməlisiniz ki, bu təlimçi mənim üçün uğurludur, yoxsa deyil. Və yerdə qalan bütün qərarlar onun özünə məxsusdur. Artıq təbii ki, sosial şəbəkəsində və ya getdiyi təlimlərdə bir neçə mənfi rəy alsa, düşünürəm ki, o üzərində işləməyə davam eləyəcək. aha, O bu sferadan uzaqlaşmaq, uzaqlaşmamaq, davam etmək və ya davam etməmək onun özünə məxsus bir qərardır. Siz sadəcə təlimlərə aha, qatılaraq yeni təlimçilər tanıyaraq daha dəqiq biləcəksiniz ki, hansı təlimçini dinləmək sizə xoşdur və ya aha. xoş deyil. Bu sizin E, özünüzə qalan bir şey. bir belə bir sualım var ki, yəni auditoriyada çıxış edən bir insanın güclü psixologiyası olmalı. Yəni bütün suallara dəqiq və net cəhətdən cavab verməlidir. Psixologiyanı Auditoriyada. bilməlidir, psixologiyası güclü olmalıdır, amma ən önəmli özgüvəni güclü olmalıdır, özünə inamı güclü olmalıdır. E, Çünki psixologiya ayrı bir şeydir, xırdalıq aha. çoxdur orada, amma özünə inamı formalaşdırmaq daha E, vacibdir. bir də belə bir sualım var ki, məsələn, təlimçilər olur ki, müxtəlif sferlər üzrə danışır. Siz indi bayaqlar vaxtınızı ayırdınız, danışdınız, çox gözəl. Məsələn, elə təlimçilər də var ki, yəni bunu üzr istəyirəm ifadəmə görə, yəni gülmək kimi də qəbul edə bilərsiniz. Başlayırlar öz dərdindən danışmağa, ailə problemlərindən. Hı Belə hı. təlimçilərimiz də var, düzdürmü? Bəli, bəli. Yəni belə təlimçinin təliminə qulaq asmağa ehtiyac varmı, yoxsa e, belə yarıda kəssək, yarıda zalı tərk etsək olarmı? Zalı tərk etmək sizin öz ixtiyarınızda olan bir şeydir. Bunun xüsusi bir Aha, qaydası yoxdur. Sizə aha, maraqlıdırsa davam edə bilərsiniz, maraqlı deyilsə, təbii ki, zalı tərk eləyə bilərsiniz. Çünki mən bayaq qeyd etdim, təlimlərin aha, 4 növü olur. Onlardan aha, biri də əyləncə xarakterli təlimlərdir. Baxın, bugünkü gəncliyin əsas hissəsi e, şəxslərin, yəni tanınan şəxslərin, təlimçilərin, psixoloqların şəxsi həyatını dinləməkdir. Yəni onlara maraq doğurur, onlara maraqlı gəlir.
Ona görə düşünürəm ki, bəzi təlimçilər bundan istifadə eləyir. Bir də Anılmaz bir bayaqlar haldır. siz dediniz ki, çoxlu kitab oxumalıdır. Bir təlimçi olmaq istəyirsə, bu Aha. yolda çıxıbsa, ən çox hansı mövzuda kitablar oxusa, həm nitq qabiliyyəti güclü olar, həm danışıq tərzi çox gözəl olar. Bu haqqda, yəni tövsiyə etdiyiniz kitablar varmı bu barədə? Sırf kitab adı deyə bilmərəm sizə, çünki sizin Aha, zövqünüzü bilmirəm. Ümumiyyətlə kitab önərmək yaxşı bir hal deyil, amma sfera olaraq önərə bilərəm bu yolda liderlik kitabları. Liderlik kitablarını alsaz, oxusaz, təbii ki, aha, hansı dildə çıxış edəcəksinizsə, o dildə seçin mütləq şəkildə. Həm nitqiniz güclənəcək, həm çoxlu aha, texnikalarla tanış olacaqsınız, həm də aha. idarə etmə qabiliyyətiniz güclənəcək. Aha, çox sağ olun. Digər dinləyicilərin də sualı var. Artıq mesaj bölməsinə yazıblar. Aha, buyurun. Aha, çox sağ olun. Xoşdur. Ee, Buyurun xanım, icazənizlə mən sualları oxuyum. Zəhmət olmasa bəli, mən onu aktivləşdirə bilmədim, üzrlü sayın. Belə bir sual var. Auditoriyada çıxış zamanı ilk təəssürat niyə önəmlidir? Niyə önəmlidir ilk təəssürat? Bəli. Çünki sizi dinləyən şəxs sizi dinləyib dinləməyəcəyinə ilk başda qərar verir. Yəni mən 5 dəqiqə danışım, sonra o məni bəyənsin. Xeyr, hər şey ilk başda bəlli olur. Sizin mövzunuz, sizin duruşunuz, sizin səs tonunuz ilk başda həmin şəxsə xoş gəlməlidir ki, o təlimdə qalıb davam etsin. Ola bilər o mövzu onun üçün çox önəmlidir, amma siz onu qane etmirsinizsə, o sizi zövq ilə Ya, dinləmir. ya. Ümid Digər edirəm suala keçə anlaşıldı. Diksiyanı yaxşılaşdırmaq üçün hansı üsullardan istifadə etməliyik? Diksiyanı yaxşılaşdırmaq üçün loqopedə müraciət edə bilərsiniz. Çünki nitq ayrı bir şeydir, diksiya ayrı bir şey. Yəni bunu eyniləşdirməyin. Loqopedlə işləyə bilərsiniz, mütaliələrə davam edə bilərsiniz. Bir də natiqlik kurslarında diksiya ilə məşğul olunur, ora müraciət edə bilərsiniz. Və mən bir söz deyə bilərəm, zəhmət olmasa. Buyurun, əlbəttə. Salam, axşamınız xeyir. Fikrimcə, əgər insan öz danışığını düzəltməyi düşünürsə, belə təlimlərdən faydalanmaq ona sadəcə olaraq kömək ola bilər. Amma əgər professional olaraq öz nitqi üzərində işləməyə çalışırsa, o məncə daha dərindən bir kömək istəməlidir. Bəli, bəli. Mən onu təlim vaxtı vurğulamışdım. Bilmirəm siz yeni qatılmısınız yoxsa ilk başdan buradaydınız. Bu təlimlər sadəcə maarifləndirici təlimlərdir. Amma çox dərinliyə getmək istəyiriksə, çox professional olmaq istəyiriksə, mütləq şəkildə əlavə məlumatlar, əlavə resurslardan yardım almalıyıq. Çox sağ olun fikriniz üçün. Növbəti sualı oxuyum icazənizlə. Bəli, buyurun. 4-6-8 texnikasını necə edirik? 4-6-8 texnikasını kiçik izah edeyim sizə. Birinci 4-ə qədər dərin birinci sizin üçün tam rahat bir şərait olmalıdır. Ona görə ilkin mərhələdə öz yatağınızda etməyiniz çox faydalı olacaq. 4-ə qədər dərin bir nəfəs alırıq, yəni 4-ə qədər sayırsınız, dərin bir nəfəs alırsınız. 7-yə qədər və ya 6-ya qədər, mən 7 eləyirəm, amma bəzi kitablarda 6 olaraq qeyd olunur. O nəfəsi daxilimizdə saxlamalıyıq. 8 dedikdə isə şəklində nəfəsimizi çölə atmalıyıq. Burundan yox, ağızdan. Bir daha təkrarlayım. 4-ə qədər dərin nəfəs alırıq. Elə dərin nəfəs almalısınız ki, ciyərlərinizin sıxıldığını hiss etməlisiniz. 7-yə qədər, yəni 5, 6, 7 sayırsınız. Nəfəsi içimizdə tuturuq. 8-də şəklində ağzımızdan buraxırıq. Bunu başlanğıcda 3-5 dəfə, daha sonra günlük həyatımızda 10-15 dəfə hər gün eləyə bilərsiniz. Stresi kəskin şəkildə azaldan bir texnikadır. Mən sual Çox sağ olun, vermək istəyirdim icazənizlə. sizə. Buyurun. Auditoriya qarşısında çıxış edən zaman biz belə deyim, hara fokuslanmalıyıq? Əsas məsələ mən düşünürəm ki, bunlardan biridir. Fokuslanacaq, yəni belə deyim, auditoriyamı fokuslanmaq lazımdır, yoxsa biz özümüzə hər hansı bir fikrə fokuslanmalıyıq ki, çaşqınlıq olmasın. Burada biraz professionallıq lazımdır. Sizin bədən diliniz və göz təmasınız auditoriyaya fokuslanmalıdır. Şuurunuz, beyniniz özünüzə fokuslanmalıdır. Yəni beyində, yəni şuurda bilməlisiniz ki,
nəyi necə danışacaqsınız, nədən sonra nə gələcək. Amma bədən dilinizi və baxışlarınızı, təmasınızı auditoriyaya fokuslamalısınız ki, onlar sizi özgüvənsiz, özünə inanmayan biri kimi görməsin. Tamam, çox sağ olun. Xoşdur. Bunu da yəni zamanla təcrübə toplaya-toplaya eləmək çox asan olur. Başda biraz çətin olur. Növbəti sual verin icazənizlə. Zəhmət olmasa sizi də yoram, üzrlü hesab edin. Təsirli danışıq necə olmalıdır? Təsirli danışıq baxır mövzunuza. Birinci mövzu seçimi orada çox önəmli rol oynayır. İntonasiya çox önəmli rol oynayır və bir mövzunun təsirli olmasını istəyirsinizsə, o mövzuya uyğun çoxlu hekayələriniz olmalıdır. Hekayə ilə təsirləndirə bilərsiniz. Başqa məlumatla təsirləndirmək yəni ki, alınmır. Xoş olmur. Hülya xanım, Bəli, bir sualım da var idi sizə bu mövzu ilə bağlı. buyurun. Deməli, bayaq da dediyim kimi, yəni bu işlərdə araşdırma apardım özüm üçün. Belə bir məlumata rast gəldim. Monoloji nitq. Bu nədir? Yəni monoloji nitq dedikdə biz nəyi anlamalıyıq? Ümumiyyətlə o sözün anlamı nədir? Monoloji nitq bizim öz-özümüzə çıxış etdiyimiz nitqdir. Özümüzə izah etdiyimiz, özümüzlə təcrübələrimiz, hazırlıq dövründə apardığımız təcrübələr bizim monoloji nitqimizdir. Aha, çox sağ olun. Minnəttar. Mən təşəkkür edirəm. Sağ ol, Hülya xanım, axşamınız xeyir. Sual vermək olar? Bəli, bəli, axşamınız xeyir. Buyurun. Oğlunu təqdimat üçün çıxış edən şəxsin hansı bacarıqlara sahib olması vacibdir? Çox üzr istəyirəm. Sualınızı anlamadım. Olar bir də təkrarlayasınız? Uğurlu təqdimat üçün çıxış edən şəxsin hansı bacarıqlara sahib olması vacibdir? Bunlar əslində biz təlim müddəti vurğuladıq. Məsələn, baxın, ən birinci özünə inanma olmalıdır. Mövzu haqqında dərin məlumatlara sahib olmalıdır. Auditoriyanı dərindən tanımalıdır. Ən azından auditoriyada hansı yaş sferası onu dinləyəcək, hansı cins onu dinləyəcək, yəni qadınlar mı çox olacaq, bəylər mi çox olacaq, onu bilməlidir. Sonra mövzuya hakim olmaqdan savayı bədən dilini düzgün idarə etməlidir. Səs tembirini düzgün idarə etməlidir. Əlində çoxlu materiallar olmalıdır, slaydlar olmalıdır. Yəni bu şəkildə siz uğur qazana bilərsiniz, uğurlu bir çıxış sərgiləyə bilərsiniz. Hülya xanım, saatda olan suallarımız bitdi. Açar söz deyə bilərsiniz sonlandıra. Bəli, açar sözümüz olsun psixologiya. Əgər hər birinizə uyğun. Sizin necə saxlamaq olar, Hülya xanım? Necə? Sizin necə saxlamaq olar? Əlaqə saxlamaq üçün təşkilatçı nömrəni göndərə bilərsiniz. Zəhmət olmasa təşkilatçılardan rica etsəm. Göndərirəm, narahat olun. Aha, çox sağ olun. Qrupa göndərilər, əlaqə saxlaya bilərsiniz. Təlimimiz artıq. Suallar bitdi, onu deyəcək. Hər birinizə təşəkkür edirik. Hülya xanım, sizə də təklifimizi qəbul edərək gəldiyiniz üçün təşəkkür edirik. Təşəkkür edirik. Çox sağ olun, çox xoş oldu mənim üçün. İnşallah növbəti auditoriyalarda görüşmək diləyilə. Gecəniz xeyrə qalsın. Sözünüz olmadı. Söz nə oldu? Psixologiya, açarsınız psixologiya. Çox sağ olun, Hülya xanım, təşəkkür edirəm. Mən təşəkkür edirəm, sağ olun. Nömrənizi göndərəcəklər qrupa?